Şabran rayonu əlverişli coğrafi mövqeyi sayəsində əsrlər boyu mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olub. 10 illik fasilədən sonra burada arxeoloji tədqiqatlar yenidən başlayıb. Çıraqqala Şabran Dövlət Tarix Mədəniyyət Qoruğunun bu ərazisi təkcə Şabran rayonu üçün deyil, bütünlükdə Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edir. İndi isə qədim Şabran şəhərinin bu yurd yeri gənc arxeoloqlar üçün açıq səma altında tədqiqat laboratoriyasına çevrilib. Araşdırmalar Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkil etdiyi Çıraqqala Şabran tarixin izində yay arxeoloji məktəbi çərçivəsində aparılır. Aşkarlanan maddi mədəniyyət nümunələri 18-ci əsrə aiddir. Bu tapıntılardan biri şəhərin son dövrləri, şəhərin mövcudluğunun son dövrləri üçün xarakterik olan su boruların tapılmasıdır və bu borular artıq uzun bir məsafədə, xeyli məsafədə müəyyən edilibdir. Digər tərəfdən isə çox maraqlı bir kümbəcvari bir tikilinin üst hissəsindən artıq müəyyən hissəsini aşkar etmişik. Çox güman ki, bu da ola bilər ki, burada hər hansı bir ambar və yaxud da ki, saxlanıcı yeri kimi və yaxud da ki, ovdan ola bilər. Arxeoloji qazıntılar qoruğun ərazisində 200 kvadrat metrlik sahədə aparılır. Əvvəlki tədqiqatlar zamanı burada yaşayış və ictimai binaların, küçələrin, sənətkarlıq ocaqlarının, su və kanalizasiya sistemlərinin qalıqları aşkarlanıb. Yeni qazıntılar şəhərin daha ətraflı öyrənilməsinə imkan verir. Qazıntılar zamanı çoxlu sayda orta əsr tapıntıları əldə olunur və həmin əldə olunan tapıntılar tariximizin daha doğru şəkildə, daha dolğun şəkildə yazılmasında əhəmiyyətlidir. Həm biz burada arxeoloji qazıntılar zamanı tapılan o yeni saxsı qablardır, hansı ki o digər abidələrdir. Bunlarla yaxından tanış oluruq və yəni bir var məsələn dərsi mahiyyətini öyrənəsən və burada daha da canlı görürsən və daha çox məlumat görürsən, əldə edirsən. Bu da bizə daha çox marağa səbəb olmuşdur və biz tələbələrə yəni tarix fakültəsinin tələbələrinə daha da maraq oyatmışdır ki, biz bunu canlı görürük və canlı şahidi oluruq. Arxeoloji araşdırmaların davam etdirilməsi torpaq altında qalan tarixi irsin üzə çıxarılmasına imkan yaradır. Qədim Şabranın hər yeni tapıntısı Azərbaycanın zəngin tarixinin daha dolğun öyrənilməsinə xidmət edir. Ramiz Ramazanlı, Polad Tahirov, Aysən Ələkbərova, İTV Xəbər, Şabran.